Evet. Bugün o gündü. Mezun olur. Sağ olsun canım pişiyim. İcazə versə hazırlaşmaya başlayacaq. Niyəsə sırtıqlığı tutdu. Ci bağırır. Sonumuz xeyir olsun babında bir başlanğıcına. Buram biraz daha yuxarı qaldırım. Bu arada veçerinizdir, nə bilim nişanınızdır, toyunuzdur. Əgər normal gündəlik dəri baxımı eləmirsinizsə, mütləq bir həftə qala, 10 gün qala mütləq, hətta bacarırsınız 1 ay qala. Hər gün çalışın nəmləndiricinizi vurun. Çox təsir olur. İnansız mən də veçerə bir həftə 10 gün qala başladım hər gün vurmağa. Normalda o qədər vuran deyiləm. O qədər təsir oldu ki, yəni dərin baxın, hələ də mənim bir dənə sivilcəm yoxdur hal-hazırda. Bir də yəni nə qədər tövsiyə deyil. Amma mən sivilcəm falan çıxanda üstünə spirt çəkirəm. Qurutmaq üçün. Bizim şeyimiz gimnastikada olacaq. Gimnastika arenası. Ona görə bir dənə mənim rəngli günəş kremi var. Prosto mən onun günəş kremlik şeyinə çox inanmıram. Mən onu daha çox BB krem əvəzi istifadə edirəm. Pis deyil, amma yenə də hər ehtimalla saat 3-də günəşin altında duracaq. Və mən qaralanlardan deyiləm, yanan kateqoriyasına aidim. Biz prava yanırıq. Ona görə altından güvəndiyim, inandığım bir günəş kremi. Bu arada çox ucuz alıram mən bunu. Bunu bitirməyim də bayağı uzun çəkir. Sədərəydə bir də Pakistan mağazasından alıram. 5 manata mı, 4.50-yə nəsə belə bir şey alıram və yəni 45 FPS-dir. Mən hələ bunu vurub da saatlarla çöldə qalıb yandığım olmayıb. Yanmamışam çox. Dənizə girəndə də hətta bir dəfə keçən il olmuşdu. Mən bunu üzümə çəkdim. Çinlərimə falan çəkməyi unutmuşam. Çəkəcəm deyib gəzmişəm, çəkməyi unutmuşam. Amma mənim o gün üzümdə bir dənə qızarıqlıq yox idi, amma çinlərim full yanmışdı. Ondan sonra inancım tam artdı bu kremə. Bu dediyim kimi BB krem, hətta BB kremdən də daha incədir. Baxın, nə var ayağımda görəsən? O qədər oyuncaq alıram, gəlir oyuncaq əvəzi mənlə oynayır ya, nə deyim. Özüm normal deyiləmmiş kimi pişiyim də normaldır. Və indi əgər məzun gününüz olmayıbsa, tövsiyə olaraq deyirəm ki, ya çox rahat olacağınız alçaq topuqlu geyinin, ya ket geyinin. Çünki indi təbii ki, məzuniyyətdən məzuniyyətə dəyişir, amma bizdə məsələn ilk bir neçə saat sadəcə rəsmi hissədə orada oturacaq, sonra axşama qədər ayaq üstə, ayaqla oynamaq. Rahat oynamaq istəyirsinizsə, yəni ehtiyac olan şey bəllidir. Sponcum da yuxarıda da Allah beni kahretmesin. Benim maksimum zəka burada özünü bəlli eləyir. Neyse, əmdə qalanda buralara çəkək. Konsiler ən pis tərəf oldu ki, bir dəfəyə dəhşət çox verir. Yəni bu göz altına mümkün deyildi. Mən indi gedib sponcumu düşürməliyim. Bu belə. Yenə qaşlarım da var. Mən videoda 100 dəfə qaş daraya bilərəm. Mən birinci bunu eləyirəm. Çox azcıq bir burun kontrol eləyəcəm. Onsuz ondan bir əsər əlamət qalmayacaq. Qorxuram bu dəqiqə. Gəlin fırçadakilərlə burada eləyək. Çünki bilirəm ki, bu dəqiqə fırçada çox var. Yaxşı ki, obsi yanağımı eləməmişəm. Bu dəqiqə məni tək sakitləşdirən şey çöldə quşları ötür. Onunla özümü təsəlli eləyirəm. Biraz pudralanaq ya. Bu nə? Pişdim. Pişdim. Çox istidir. Kəş məzun günləri daha tez ola. Baxın. Yavaşdan göz altımız blurlanır və aydınlanır. Bu arada bildiyiniz bu ten fırçasıdır. Of, öldüm istdən. Alnım ucu sudur. Arkadaşlar, mən çöldə necə yaşayayım? Çöldə necə həyatda qalım? Bu pudranın başına bir iş gələcək bir gün. Gəlməliydi onsuz, şaşırmıram.
Deməli belə işlər. İndi keçirik göz qələmi çəkməyə. Bunu dünən gəldi götürdüm. Flormar'ın danışmağı unudan seriyada mən Extreme Tattoo qələmlərdir, bardo rəngi olanı. Saçımı da boyayandan sonra, onsuz çox bəyənirdim bardo rəng makyajları son dönəm. Saçımı da boyayandan sonra dedim niyə də olmasın. Çək. Acaba kirpiyi mi taxsaydım? Bütün xətaları örtür kirpik. Mən gedim çəkim gəlim. 100 ilə çəkərəm belə. Liner çəkib gəldim. Heç bərabər deyirlər. Amma artıq biraz üstündə oynasam göz ətrafı dərimi yox eləyə bilərəm. Kirpiyimi qıvırım. Gəlirəm. Kirpiklərimi tuş çəkdim gəldim, amma çəkməmiş kimi oldum. Bir qat daha çəkəcəm. Mən veçirdə bu qədər heyecanlanmamışdım. Məzun gündə niyə belə oldum? Niyə? Qaşlarımı da darayım. 15.000-ci dəfə. Yolunuz açık, ufkunuz aydın olsun. Sizleri işlenme... Üniversiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftiharıdır. Burada hər bir fikir, hər bir axtarış öz yerini tapır. Fakültələri, ixtisaslaşmış kafedraları, elmi tədqiqat institutları və mərkəzləri, müasir laboratoriyaları, innovasiya yönümlü startup inkubatorları ilə zəngin, yaradıcı və elmi potensialı yüksək bir mühit. Ulu Öndərin qoyduğu möhkəm əsaslar üzərində Ali Baş Komandanın müdrik rəhbərliyi ilə xalqımız 30 illik həsrətə son qoydu. Bu təkcə bir müharibə deyil. Bu haqqın, ədalətin zəfəri idi. Düşünürüm seni her gün, düşünürüm nerede? Bir de Akta yalan uçmuşum, ne bilmiyorum. Geçmiş kayıtsa, mecima değil bir sigaretim ol. Mecima değil bir sigaretim ol. Dünyada yoksa, sana yoksa, geçmiş kayıtsa, mecima değil bir sigaretim ol. Mecima değil bir sigaretim ol. Ağaçlarda var herkese, orada kayalarda ceyranlar kaçır. Hava temiz, her tarafı şükür, sama açır. Gel gidelim, orada yoktu yorulmak ve ağlamak. İstesen de bacarmazsın orada ağlamak. Gel gidelim. Vermirlər ki biz ona Allah'dan xoşbəxt olduğumuzu deyək ancaq yalanlarda. Sevgini vermirlər tək ondan mahnı yazaq. Bilirəm sətirlərimdə sevgini qəsəsdir. Torpağı vermirlər tək orada qəbir qazaq. İstəyəm torpaqda bitsin mavi qızıl. Baxmaq eller sonra nağlaşdım ki valideynimin bir var idi biri yok. Getmək gəlmək qalmaq beyində əbədi zilemma. Son dəfə qərar verirsən çıxır yenə də bir əmma. Dövlət, təbrik edirəm bütün məzunları. Çox sağ olun, həqiqətən də atmosfer çox möhtəşəmdir. Səhnə arxasından coşmaq mümkün deyil. Bir dəqiqə. Mənim proqramımdır, öz proqramımda danışarsın. Tamam, mən gedirəm, sağ olun. Mənə yaz olduqca mənim üçün də yavaş yaklaşırsan soyunluğun bu zamanda yana
bilmirsən. Unudulur ilk öpüş, unudulur etraflar. Unudulur ilk görüş yeri ve mekanlar. Yaddan çıkmaz lokmalar derdik bir vaxtlar. Unudulmuş gör ne kadar insan var etrafta. Qurtarmır məndən bu zülmə. Nədir? Var mı səslər? Nə qədər sərt olsa dalğalar, qar yollara çırpınır, geri dönər yolları kəsib bir intizar. Sensiz qalan sevgim bir ümid deyilər. Çok yorulmuşsan her yerde ölür, yine de bulamamışsan o seni unutur. Sen unutamamışsan kalbini kuşursun. Sen tutamamışsan hazır mı? Senden daha güzel kimseye bakmadım. Bıraksan değişmem. Hazırlıksa sesler isterim. Hadi. Kimseyi görmedim ben. Senden daha güzel. Kimseyi tanımadım ben. Senden daha güzel. Kimseye bakmadım. O aklımdan geçen. Kimseyi görmedim ben. Sizden daha güzel. Sing it everybody. We will rock you. Varje gången har man kört in the spit and I get you some take on the way. Your blood on your face. You beat the sweat. Somebody kick you very up and they're all the place. We will rock you. Feel that. We will rock you. Feel the heart. We will rock you. Hayatımın tacıydı kara gözlü cavanlığı. Eş məhəbbət acıydı kara gözlü cavanlığı. Hayatımın tacıydı kara gözlü cavanlığı. Eş məhəbbət acıydı kara gözlü cavanlığı. Ürəki 8 5, 4, 3, 2, 1. Mezun 2025. Tebrik edirik. Muhteşemsiniz. Uzunlar sizin olsun. Soranınız zirvelerden gelsin. Bakü Devlet Üniversitesi mezun 2025. Saat 11'e qalıb. Yeni çıxdıq, susuzluqdan yanırdıq. İlk başda nə qədər çox su var idisə, axırda sıfır var idi. Orxan çıxdı, Orxan Zeynallı, Miri Yusif çıxdı. Mərdan çıxdı. Ən gözəl hissə Mərdan idi. Çox bala əyləndik. Hər şeyindən. Sondakı diskoteka küçədən bir DJ tapıb gətirsək daha yaxşı olar.